Salam, xahiş edirəm bu videonu paylaşın. Öz yaşadıqlarımı yazıram. Adımı deməyin, sadəcə insanlar bilsin ki, belə şeylər doğrudan da var. Mən Lənkəranlıyam. Kəndin adını yazmıram, çünki bura balaca yerdir. Birdən tanıyarlar. Hadisələr keçən ilin yayında başlayıb. Həyatımız normal idi, heç bir problemimiz yox idi. Atam bağda işləyirdi, anam evdarlıqla məşğul idi. Özüm də universitetə hazırlaşırdım. Bir gün evdə qəribə bir iyi hiss elədik. Elə bil nəsə yanırdı, amma tüstü yox idi. Nənəm dedi ki, kiminsə gözü bu evə pis baxır. Əvvəl inanmadım, amma sonra evdə əşyaların yerləri dəyişməyə başladı. Atam hər səhər baş ağrısı ilə oyanırdı. Anam gündən-günə solurdu. Qardaşım səhərə qədər qorxudan yata bilmirdi. Və ən qəribəsi, mən hər gecə eyni yuxunu görürdüm. Hər gecə yuxuda evimizin həyətindəki quyuya baxırdım. Quyu ağzına qədər qara su ilə dolu olurdu. İçində isə kimsə məni çağırırdı, amma üzünü görə bilmirdim. Elə bil quyunun dibi yox idi. Bir dəfə nənəm məni kənara çəkib dedi: "Bibinlə ananın arasında əvvəllər dava olub, sən balaca olanda." Bibin deyirdi ki, bu ailə dağılacaq. Vəssalam. Əvvəllər vecimə almamışdım, amma anamın vəziyyəti getdikcə pisləşirdi. Gəzməyə taqəti yox idi. Həkim tapmadı səbəbini. Axırda qonşu bir qadın dedi ki, filan kəs var, oxuyan bir arvad, gəlin onun yanına gedək. Qadını evə gətirdik, qapıdan içəri girən kimi dayandı. Dedi: "Sizin evin altına qara torpaq bastırıblar, quyu tərəfdən. Kimsə sizin evə ölüm nəfəsi buraxıb." Qazdırdıq. Quyu ilə evin arasında təxminən 1 metr dərinlikdə bir kətan parçasına bükülmüş şey tapdıq. Açanda ayaqqabı bağları, qanlı bir bez, bir də saç var idi. Qadın dedi: "Bu cadu paketidir. Ailəni parçalamaq, xəstəlik və yuxuda çağırmaq üçün hazırlanıb." O gün axşam bibim evə zəng elədi. Aylarla danışmamışdıq. Telefonu anam açdı. Bibim dedi: "Siz evdə qazıntı eləmisiniz, düzdür?" Anam heç nə demədi, sadəcə sustu. Bibim dedi: "Onu çıxarsaydınız da gezdi. Siz artıq çağırmısınız onu. O evə düşüb və bir nəfəri aparacaq." O gündən sonra anam gecələr sayıqlamağa başladı. Elə bil kimlənsə danışırdı, amma heç kim yox idi. Atam gecənin birində oyanıb həyətə çıxdı. Səhərə yaxın tapdıq onu. Quyunun yanında huşsuz bir şəkildə uzanmışdı. İndi bu mesajı sənə yazıram. O cadunu tapandan sonra yandırdıq. Evdəki çox şey düzəldi. Amma anam hələ də tam sağalmayıb. Hərdən deyir: "O quyu boş deyil. İçində kimsə qalıb. O gələcək." Qardaş, əgər videonu paylaşsan, bir sözümü de. Ailə içində nifrət olanda bəzi insanlar o nifrəti sözlə yox, yollarla göstərir. Cadu sadəcə filmlərdə yoxdur. Bəzən evin içindədir. Sən bilmədən onu çağırırsan.